Yaxşı, deyim də. Mən Həsən Ərəstunun Hüseynoğlu 1944-cü ildə Kürdəmir rayonunun Mürtül kəndində anadan olmuşam. 52-ci ildə 1-ci sinifə getmişəm. Mürtül kəndində bir məktəb vardı, vaxtlı meçid olmuşdu. 4-ü oraca oxumuşam, 4-dən 4-cü sinifdən sonra 5-ci sinifi Köynəbazar orta məktəbində təhsil almaya başlamışam. Məktəb qutardı. 7-ci sinifdə oxuyanda ümumiyyətlə, demək atam öldü, 5 uşaq idik. Ən böyük mən idim. Nəysə sonra keçdim gezi kursuna, onu davam etdirdim. Rəhmətli Şükür müəllimin məktəbi idi. O Şükür müəllim orada dərs deyirdi. 11-ci sinifi qutardım, attestat aldım. Sonra elə demək may ayında məktəbi qutardım. Payızda mənə əsgər çağırdılar. Əsgər çağırdılar, apardılar məni. Getdim, çıxdım Moskvaya.